Bu hekayə acı olsa da reallığı dəqiq əks etdirən bir nümunədir. Dələduzluğun ən təhlükəli tərəfi onun maddi ziyan vurması deyil. Etibarın, ümidin, məntiqin istismar olunması. İnsan 100.000 manatı uf demədən dələduza verir. Daha sonra hüququnu bərpa etmək üçün minimal məbləği fikirləşir. Çünki dələduz ona xəyallar satır. Vəkil isə həqiqəti deyir. Dələduzlar müxtəlif vədlər verirlər. Narahat olma, biz bu işi udacağıq. Narahat olma, pulun hamısını qaytaracağam. Vəkil isə bunu deyə bilmir. Çünki vəkil hüquqa, qanuna, işin real imkanlarına əsaslanır. Biz ümid yox, hüquqi mexanizm təklif edirik. Biz nağıl danışmırıq. Riskləri də, çətinlikləri də, işin perspektivini də real olaraq deyirik. Problem də elə burasındadır. Bəzən cəmiyyət acı həqiqətdənsə şirin yalana üstünlük verir. Amma sonda qalib gələn yenə həqiqət olur. Sadəcə bəzən çox gec. Bu hadisə göstərir ki, hüquqi savadlılıq və realist yanaşma ən az pul qədər dəyərlidir. Yalan vəd ucuz görsənə bilər, amma onun qiyməti adətən daha baha olur.